Sabah xeyirli olsun dəyərli qrup üzvləri, ümid edirəm hər biriniz yaxşısınız. Ümid edirəm dünənki 10 siqnaldan siz də yararlandınız və müsbət gəlirlərlə bazardan çıxdınız. Yəni bildiyiniz kimi dünən hansı siqnalları paylaşmışdıq? Bugün nələr olacaq? Yəni bugün ümumi olaraq istiqamət həm qızılda, həm gümüşdə yuxarı doğru istiqamət alacağı gözlənilir. Bildiyiniz kimi bayramlarla bağlı yəni bütün banklarda bayram olduğu üçün bazar hələ ki bağlıdır və gözləyək bazarın açılmasını, qiymətin hərəkətini. Gəlin bir Telegram siqnal kanalına baxaq. Dünən biz qızılda səhər saatlarında alış əməliyyatlarını verdi 4610-dan. Dünən demək olar ki, yalnız alış əməliyyatları olub. Satış əməliyyatları biz elan etdik. Traderlərin əksəriyyəti satış əməliyyatlarını icra etdi və dünən biz sadəcə olaraq 4660-dan satış əməliyyatlarını dedi. 30 dollarlıq bir eniş nəzərdə tutduqsa, amma qiymət 30 yox, yəni 100 dollarlıq gəldi. Bu olur və tələbələrin əksəriyyəti bilir ki, nə üçün? Bizim peşəkar traderlər çox gözəl bilir ki, nə üçün məhz qiymət 4554-dən qayıtdı. Yəni eyni zamanda nə üçün 4584-dən qayıtdı. Biz bunu qeyd etmişdik və dünən traderlərin əksəriyyəti ofisdə idi və biz bu haqda müzakirə etdik. Dünən bildiyiniz kimi deməli bir çox hissəsini, yəni biz qızılda, deməli qızılda 1, 2, 3, 4, 5 əməliyyat, alış əməliyyatları, bir dənə satış əməliyyatları oldu 4560-da. Və bunu bura qeyd etmirik, çünki biz onu YouTube kanalında, Instagram kanalında demişdik, amma dərc etməmişdik. Deməli, digərləri isə euro dollar, funt dollar, dollar Yaponiya, dollar frankda əməliyyatları icra etdi və mükəmməl gəlirlə nəticələndi. Bugün dünənə alışlarımızı yerləşdirmişik və qiymətin yuxarı doğru istiqaməti, yəni 4722-lərə qalxmasını, eləcə də 4753-lərə qalxmasını gözləyirik. Satış əməliyyatları təbii ki, demək 4600 əgər qeplə aşağıda açılmasa, stabil açılsa, demək 4640-dan sonra satış əməliyyatlarına girməyə dəyər. Alışlar yenidən biz 4680-lardan, yəni axşam saatlarında 4678-lərdən alış əməliyyatlarını vermişik. Yəni hardasa biz deməli 4722-lərə qədər 40 dollarla, 45 dollarla bir take profit təyin etmişik. Bu qısa müddətlidir, yəni uzun müddətli də nəzər çatdırıcı. Eyni zamanda gümüşdə də biz alış əməliyyatlarını yerləşdirdik və gümüşün 75-ə qədər qalxmasını biz baxın 73-də bay, 75-ə qədər, qızılda 78-dən 4768-ə qədər biz take profit təyin etmişik. 4768-ə qədər, deməli 4768-ə qədər neçə dollar edir? 4768-ə qədər demək hardasa demək olar ki 90-100 dollara yaxın bir hərəkət edir. Keçək biz satış əməliyyatlarının gümüşdə satış əməliyyatları gələrsə 72-dən sonra satış əməliyyatlarıdır. Euro dollar, funt dolları gəldi desə hələ stabildir. Bizdə bir dənə bay əməliyyatımız qalıb euro dollarda, yəni bazar aktiv artıq hərəkətə gəldi euro dollarda və qızılda hələ ki gözləyir. Euro dollarda yəni hərəkət edir. Bitcoin də hərəkət edir, amma o qədər də aktiv deyil. Satış əməliyyatları 66-dandır. Alışlar isə biz gözləməliyik yalnız 66 yəni 67-lərdən də olar, amma 66-9-lərdən də baya girmək olar. Dünən qiymət qalxdı 67-424-lərə qədər. Amma bizim alışlarımız haradaydı? Bizim alışlarımız Bitcoin-da deməli baxaq Bitcoin 66-700-lərdən. 66-700-lərdən alışlar idi. 66-700-lər araya düşür. Bax bura.
bu hissələrə. Arası 700 pipsli bir qalxış olub. Deməli, bir də nəzər çatdırım. 66.950-lərdən alışlardır, satışlar isə 66-lardandır. Ethereum'da da dünən yəni yuxarı doğru istiqamətlə davam etdirdi. Bugün alışlar 2079-lardan, satışlar isə 2029-lardan girməyə dəyər. Əsasən də maraqlı olan yəni gümüşdür və qızıldır. Təbii ki, biz indi izləyək görək bazar açılandan sonra hansı istiqamətdə davam edəcək. Yəni siqnal kanalında yəni biz bütün siqnalları paylaşırıq gün ərzində. Yəni bu 10 siqnaldan ikisini siz tutsaz, ikisindən gəlir əldə edəcəksiniz. Yəni demək olar ki, gün ərzində yetərincə gəlir əldə edərsiniz. Belə əzizlərim, yəni siqnal kanalına qoşulmağı WhatsApp nömrəmizə yazın. Biz sizi Telegram siqnal kanalına qoşaq ki, siz də bu siqnallardan yararlanın və qazanın əzizlərim. Sağ olun, inşallah görüşmək ümidi ilə, ümid edirəm bugün də uğurlu olacaq inşallah.